Salam, hər vaxtınız xeyir olsun. Real Televiziyası Ada Universitetindən Yeni Dünya Nizamına Doğru adlı beynəlxalq forumundan ən son informasiyaları çatdırır. Forum öz işini kifayət qədər məhsuldar bir mövzularla yekunlaşdırdı. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev çıxışı zamanı təkcə Cənubi Qafqaz regionu ilə bağlı deyil, eyni zamanda Azərbaycanın xarici siyasi kursu ilə də bağlı çox önəmli məqamlara aydınlıq gətirdi. Dövlət başçısı vurğuladı ki, bugün Cənubi Qafqaz regionunun inkişafında Azərbaycanın rolu kifayət qədər çoxdur. Lakin əfsuslar olsun ki, Ermənistanın sülhə doğru olmayan addımları da məsələ regionun inkişafının həyata keçirilməsində əfsuslar olsun ki, mənfi təsirlər göstərir. Qeyd edeyim ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyə gedən yol istiqamətində rəsmi Bakının davamlı olaraq müsbət meyllərdən çıxış etməsinə baxmayaraq rəsmi İrəvandan da konstruktiv addımlar müşahidə edilmir. Bugün məhz bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyin tam təminatı ilə bağlı konkret bir söz deməyə əfsuslar olsun ki, qeyri-mümkündür. Eyni zamanda vurğulanıb ki, bugün rəsmi Bakının sülh gündəliyi ilə bağlı qarşı tərəfə irəli sürmüş olduğu iki şərt var. Bugün rəsmi İrəvan sözü gedən iki şərti icra etdikdən sonra sülh gündəliyinə gedən yolda hər hansısa bir maneə mövcud deyil. Bunlardan birincisi, bütün dövrü ərzində fəaliyyətsiz olan ATƏT Minsk qrupunun buraxılmasına təşəbbüs göstərmək, eləcə də Azərbaycana qarşı qondarma ərazi iddialarından əl çəkilməsi məqsədi ilə həmin ölkənin konstitusiyasında müvafiq dəyişikliklərin edilməsidir. Lakin əfsuslar olsun ki, rəsmi İrəvan bu iki şərti yerinə yetirmir. Eyni zamanda şərti sərhəddə də davamlı olaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən də atəşkəsin fasilələrlə və ya mütəmadi olaraq pozulması da bunu deməyə əsas verir ki, özlərini sülhə doğru hiss etdirən və sülhdə maraqlı olduqlarını ifadə edənlər əfsuslar olsun ki, bugün bunu əməldə göstərmirlər. Bununla yanaşı Azərbaycanın xarici siyasi kursunun önəmli detallarına da aydınlıq gətirildi. Birləşmiş Ştatlarla münasibətlər də yüksək qiymətləndirildi və bugün danışıldı ki, Donald Trump'ın Birləşmiş Ştatların 47-ci prezidenti olması Ermənistan üçün sərf edən bir məsələ olmadı. Çünki dolayısıyla Ermənistan bundan öncəki administrasiya dövründə istədiyi bir formatda nəzərləri Cənubi Qafqaz regionuna öz təxribatları kontekstindən çəkə bilirdi. Lakin hazırki şəraitdə Ermənistanın davamlı cəhdlərinə rəğmən bu istiqamətdə hazırda Cənubi Qafqaz regionunda söz sahibi və diktə edən tərəfin rəsmi Bakı olduğu vurğulandı. Forum kifayət qədər məhsuldar mövzularla yadda qaldı və biz də yerli media nümayəndələri olaraq bura təşrif buyurmuş beynəlxalq təsisatlar və təşkilatların nümayəndələri, yüksək rütbəli rəsmilərlə də müsahibələrimiz əsnasında onların kifayət qədər pozitiv təəssüratlarını öyrənmiş olduq və onlar da bugün rəsmi Bakının Cənubi Qafqaz regionunun sülh və sabitliyi istiqamətindəki fəaliyyətinin olduqca mötəbər və məhsuldar, effektiv olduğunu vurğuladılar. Hadisələrin gedişatını izləməkdə ən son informasiyalardan izləyicilərimizi məlumatlandırmağa çalışacağıq. Siz isə Realı izləməkdə qalın.